Hörmətli cənab prezidentimiz İlham Əliyev sizdən, Mehriban xanım sizdən, nazirimiz sizdən, polis nazirimiz sizdən xahiş edirəm, mənim işimə ciddi yanaşasınız. Dəfələrlə Babayevin balığına olma şikayət elədim. Gəlir məni bu vəziyyətə salır, yenə döyüb, heç kimdən qorxmuram deyir. Mənim arxamda duran var, get neyiniysən elə. Hələ səni bıçaqlayacağım. Axşam yenə məni döyəni bıçaqlayırdı. Qoymadılar yanımda ki, dostlarımız pis vəziyyətdəyim. Mən dəfələrlə şikayətim, müraciətim, xəstəxanalarım. Yenə baxan yoxdur. Mən bu adamı istəmirəm. Həyatımdan çəkilsin. Dözə bilmərəm. Mənim 2 evladım var. Mənə ölüm həddinə çatdırıb. Mən bu vəziyyətdə dözə bilmərəm. Bütün cəmaat içində biabır olmuşam. Polisləri söyür, təhqir edir, heç kimdən qorxmadığım deyir. Xahiş edirəm sizdən, bu adam haqqında tədbir görün. Sizdən xahiş edirəm. Mənim işimə ciddi yanaşasınız. Mənə və mənim uşağıma dəyim istəyən ödənsin. Babayev əmin cəzalansın. Mən hal-hazırda işsiz vəziyyətdəyim, işləyə bilmirəm. Mənim başım ağrıyır. Boynum ağrıyır, çox zərbələr oldu, çox. Elə bil ki, erməni müsəlman davasıydı. Mən dözə bilmirəm, bağırmalarım dözə bilmirəm. Bu vəhşiliyə dözə bilmirəm.